Deməli Bakıya qar yağıb. O işığa və günəşə anamorfik kamera ilə çəkilib sanki. Bakıya qar yağıb, yenə aləm dəyib bir-birinə. Gecə saatlarında bir neçə maşın sürüşüb. Sürüşmənin bir neçə səbəbləri var. Bunlardan biri sürücülərin avtomobillərin təkərlərinin mövsümə uyğun olmaması. Yəni temperatur əsasən qış aylarında 10 dərəcədən aşağı düşür. Bu zaman rezin bərkiyir. Qış təkərinə keçmək ən birinci məsləhətlərdən biridir. İkinci məsləhət hərəkət sürətinin aşılmamasıdır. Bizdə sürücülər yol nişanını səhv başa düşürlər. Misal üçün göstərib 90, deyir 90 get də. O 90 maksimal sürətin məhdudlaşdırılması yol nişanıdır. 90 get nişanı deyil. Misal üçün hal-hazırda Hövsan şosesi gedirik. Yolun sol tərəfində sürüşkəndir. Hərəkət sürətim saatda 60-dır. Burada 60-dır. Yoldaş hərəkət sürətini aşıb, biraz sürüşkən yerdir, yay təkərlərindədir. Sürüşdə təəccüblənməyəcəm. Sözümüzə qayıtsaq, saatda 90 kilometr, o deyir sənin maksimal həddindir. Yəni sən maksimum 90 gedə bilərsən. Adamlar gəlirlər, dirəşirlər ki, yox sən 90 gedirsən və yol hərəkəti haqqında qanunun 50-ci maddəsi nə deyir? Yol hərəkəti haqqında qanunun 50-ci maddəsi deyir ki, sürücü hərəkət sürətini hava şəraitinə və sutkanın vaxtına uyğun seçməlidir. Əgər hal-hazırda səhər saat 9:10-u işləyib, 9:09 niyyət eləyə bilərsiniz. 9:10-u işləyib və yolda siz buz görürsünüzsə, sürüşkən səth görürsünüzsə ki, indi sürüşkən səthdir. Hərəkət sürətini aşmırsınız. Üçüncü növbəti səhv maşın sürüşəndə niyəsə görə əyləcin vurulmasıdır. Mən başa düşürəm Azərbaycanda təlimlər keçirilən zaman qış rejimində sürmə təliminin olması, qış rejimində imtahan, sürüşmə zonasında avtomobili necə aparırsan, imtahanlarda bu yoxdur. Və aşağı-yuxarı indi 2 dəfə qar yağacaq və salam da bununla da Bakının qar hekayəsi bitəcək. Bunu çox gözəl anlayıram və sizi başa düşürəm. Amma bunu da əlavə təlimlərlə möhkəmləndirə bilərsiniz. Bu nədir? Sizin avtomobiliniz sürüşəndə əyləci basmamalısınız. Siz ayağınızı qazdan çəkirsiniz və sükanla, yalnız sükanla onu nizamlanmağa çalışırsınız. Yəni avtomobil hansı istiqamətə gedirsə, siz sükanı onun əksi istiqamətinə fırlatmalısınız. Və çox da belə sükanı belə əlinizi belə çox fırlatmağa ehtiyac yoxdur. Sadəcə tutdunuz. Yəni bu tərəfə bir belə eləməyiniz daha doğru olacaq, maşın özü düzələcək. Əgər avtomobilinizdə özünün avtomatik balanslama, sürüşmə əleyhinə sistemi varsa, yəqin ki bir çoxlarınızda bu sistem var. Yəni 2000-dən yuxarı avtomobillərdə adətən bu sürüşmə əleyhinə sistem olur. O zaman heç çox hərəkət eləməyə də ehtiyac yoxdur. Yəni artıq hərəkətləri eləməyə də ehtiyacınız yoxdur. Sadəcə hərəkət sürətinə əməl edirsiniz. Biraz sürüşəndə avtomobil getdiyinin əksinə sükanı fırladırsınız. Çox fırlatmağa ehtiyac yoxdur. Maşın özü düzələcək. Yəni onu bu cür düzəltmək lazımdır. Əyləcdən istifadə etməmək lazımdır. Və dördüncü səhv. Bu səhv nədən ibarətdir? Bizim sürücülərimiz avtobus dirəşib. Allah and olsun Bakı basın avtobusu. Qardaş yol sürüşkəndir. Sən içində sərnişin nə dirəşmisən? Yolu getdi ala. Dördüncü səhv avtomobillərdə sığortanın olmaması. Bu çox dərin bir problemdir. Avtomobilinizin kasko qaydasında da sığortalanması lazımdır. Nəyə görə? Sürüşəndə avtomobillər bir-birinə dəyirsə, hərə öz maşını düzəltdirir. Qardaş, belə bir qanun yoxdur. Belə bir qayda yoxdur. Siz avtomobiliniz sürüşüb, gedib başqa maşına dəyib, günahkar sənsə, bu zaman deməli sənin icbari sığortan həmin avtomobilə dəymiş zərəri ödəyəcək. Sən öz avtomobilini necə düzəldəcəksən? Bu çox da mürəkkəb bir məsələ deyil. Biz niyə dayanmışıq burada? Yəqin ki yol sürüşkəndə asta-asta gedirlər. Sən öz avtomobilini necə düzəldəcəksən? Əgər sənin kasko sığortan yoxdursa, bu zaman sən xərcə düşəcəksən. Yəni avtomobilinizi kasko qaydasında, mütləq qaydada sığortalayın, avtomobilinizi qoruyun.
həm də özünüzü qorumuş olacaqsınız. Məsələn, orada sərnişinin fərdi qəza sığortası var. Ona uyğun olaraq avtomobilinizi qoruya bilərsiniz, onu da qoruya bilərsiniz. Yəni kasko sığortada müxtəlif belə paketlər var ki, ondan istifadə eləmək olar və mən sizə bir şey deyim ki, kasko sığorta o qədər də bahalı bir şey deyil. Tam sığorta, məsələn 100 minlik maşının 100 min manatlıq sığorta almağa ehtiyac yoxdur. Məsələn 50%-ni, 60%, yəni qismən sığortalamaq deyilən bir şey var. Ona uyğun olaraq da sığortalaya bilərsiniz. Amma sözün açığı biz niyə ləngidik başa düşmədim, çünki burada 3 dənə maşın var idi. Bəlkə də o qazelə görə idi, bilmirəm. Sizə belə şey yol, bu yol adamı çaşdıra bilər. Bəzən deyə bilər ki, heç nə yoxdur, sürün də. Amma sürüşdü də. Amma sürüşəndə də o qaydalara da əməl etməyiniz vacibdir. Məsələn, bir çoxlarında qış təkəri yoxdur deyə sürüşmə 2x2-dir. Ona görə nə edirik? Avtomobilimizi kasko qaydasında sığortalıyıq. Tutaq ki, qarşı tərəfin icbari sığortası var. O sizə maşınınızı təmir eləyəcək. Orada bir zaman itirirsiniz də. Kasko sizin avtomobilinizi düzəltdirir. Qarşı şeydən, o icbaridən o pulu ala bilər. Yəni orada heç bir problem yoxdur. Sonra qarşı tərəfdən əgər içkilidirsə, nə bilim, hansısa bir formada zərər biraz çoxdursa, subrogasiya qaydasında da həmin şəxsdən dəymiş zərəri ala bilər. Ona görə yolda ehtiyatlı olursunuz, yolda diqqətli olun, qaydaları pozmayın.